Bismillahirrahmanirrahim. Elhamdülillah vahdə və salatu və salamu alə mən lə nəbiyyə və adə mən bə'd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Elhamdülillah, yavaşlar, Allah, qəşəng fürsətdir, qəşəng məclisdir. Hə, Allah xeyirli, bərəkətli eləsin. Və təbii ki, hər dəfə görüşəndə nəsə danışıram, nəsə danışır qardaşlar. Yəni, fayda üçün və belə danışmaq, sual cavab eləmək belə faydalıdır, mühümdür. Çünki bu saat qardaşların çoxsu, ümumiyyətlə, cəmiyyət ehtiyacı var düzgün maarifləndirməyə, düzgün yanaşmağa məsələlərə, düzgün baxışlara ehtiyac var. Çünki özünüz görürsünüz ki, cəmiyyətdə çox adam var, danışır, hər kəs parçalayır. Telefon düşüb əllərinə, düymələrdir basır, özün çəkir və yayır və görürsən ki, hansı bir xəstə də bunu eləsə, görürsən 2-3 nəfər görürsən, özü kimilər ona inanırlar. Ona görə cəmiyyətdə bu saat görürsən çox fikirlər gəzir, alladıcı və s. Ona görə yəni elm əhlinə oturmaq, yəni xüsusən sələfi qardaşlar, yəni tələbələrlə oturmaqları təbii ki, mühümdür. Belə havada. Hətta dini məsələlərdə də görürsən çaşdıranlar çoxdur, azdıranlar çoxdur. Və özümüz görürük bunu, eşidirik. Və istəyirəm toxunum, ümumiyyətlə azmaq necə başlayır? Yəni insan haqq yoldan necə azır? Təbii ki, haqq yoldan azmaq birdən olmur. Birdən olmur. Hansısa bir balaca məsələdən başlayır. Birinci fikirdən. Fikirdən. Sonra o fikir böyüyür. Sonra əməllərdə özünü təzahür edir, göstərir. Sonra şiddətlənir, böyüyür, artıq hansısa bir qaydaya çevrilir və başlayır o qayda yayılmağa, ona dəvət olunmağa. Və görürsən ki, o qaydaya uyğun, o fikirlərə uyğun insan öz ətrafında adamlar toplayır. Ona inanan olur. Və hər şey balaca məsələlərdən başlayır. Ona görə insan azmamaq üçün, haqq yolda olmaq üçün hətta balaca məsələlərdə ehtiyatlı olmaq lazımdır. Məsələn, bəzi qardaşlar, o bu nə deyə, elə belə məsələdir, buna görə. Bu məsələ hələ belədir, aydındır. Amma adam əgər dayanmırsa, bu adi bir məsələ, elə belə məsələ, sabah böyük bir məsələ olacaq. Böyük bir məsələ olacaq. Və şeytanın bu hiləsidir. Çünki Allah Subhanahu taalaya fikir versəz Quran-ı Kəriminə, Allahın kəlamına, Allah Taala bizə şeytanın addımların dalınca getməyə qədər anlayıb. Addımlar, yəni addım deyil. Addım yavaş-yavaş. Yəni insan ona görə zəlalət, azmaq yavaş-yavaş olur. Və balaca şeylərdən başlayır, balaca məsələlərdən. Və insan çox vaxt ona fikir vermir əslən. Amma sonra azandan da sonra nə olur çətinlik? Qayıtmaq. Qayıtmaq çətin olur. Ona görə insan gərək, siz qardaşlar, ehtiyatlı olar. Məsələn, balaca məsələ olsa belə və ya ətrafında görürsən balaca bir məsələdir, nəsihət eləmək lazımdır dərhal. Və ya cüzi məsələdir. O cüzi məsələ böyük məsələ olur. Məsələn, Mumeyyilərin bəziləri deyəndə ki, məsələn, kimdəsə hakimiyyə problemi var. Onlar nə deyirdilər? Onlar deyirlər, bu cüzi məsələdir. Yəni, nə edirlər bu məsələni? Adiləşdirirlər. Yəni, adi də ola bilər, o olsun, o cüzi məsələdir. Yəni, ona görə tənqid eləmək lazım deyil. Sadəcə bir 200 il nəsihət eləmək lazımdır. Ki, nədir bu cüzi məsələdir? Yəni, məsələni, böyük bir məsələləri balacalaşdırırlar, kiçik edirlər ki, insanlar çəkinməsin ondan, ciddi yanaşmasınlar. Biz bunu görürük, qardaşlar, görə gəlirik.
Və bu danışıqlarımız təcrübədəndir. İllər təcrübəsi. Yəni necə azır insanlar. Ona görə qardaşlar, hər şey, hər bir məsələ balaca məsələlərdən başlayır və nəticəsi nə olur? Nəticəsi pis olur, yaxşı olmur. Nəticəsində ixtilaf olur. İxtilaf. Bölünmə baş verir və ədavət baş verir, düşmənçilik. O qapı açır zənnə, pis zənnə, qapı açır qeybətə, qapı açır məmmamlığa, qapı açır insanların haqlarını girməyə və s. və s. Və ona görə adam təəccüblənir, məsələn, indi çıxıb deyirlər ki, bir olmaq lazımdır, gəlin söz-söhbəti qoya qırağı. Demir ki, adam, gəlin Allah və Rasuluna qaydaq, məsələləri həll edək. Çünki məsələlər həll olunmasa, necə birlik olacaq? O, həqiqi birlik deyil, axı, hələ belədir, müvəqqəti. Bir şey olan kimi insan, o, insanın öz fikrini göstərəcək onsuz da. İnsan fikirlərində düzəlməlidir. Səhvdirsə qayıtmalıdır. Qayıtmağı da bacarmaq lazımdır. Elə deyil, mən qayıtsam, mənə deyəcəklər ki, mən uduzdum, mən belə. Yox. Əksinə, qaydanda sən fəxr eləməlisən ki, əlhamdülillah, mən çaşmışdım, mən qayıtdım, əlhamdülillah, mən tövbə elədim. Bu, başqa aləm və ya aləmlər deyil ki, bizim dinimizdə elə şey yoxdur. Biz görmüşük, nə qədər qayıdıblar, nə qədər qardaş, nə qədər alimlər qayıdıb. Aleyküm salam. Qayıtmaqlarını bildiriblər. Qayıtmaqlarına görə kitablar yazıblar. Ayrıca. Ona görə qardaşlar, yəni hər bir məsələ əvvəli, hər bir zalalətin əvvəli, hər bir bidətin, hər bir xurafatın əvvəli balaca bir məsələlərlə başlayıb. Və biz məsələn fikir versək firqələrə, məsələn şirk. Şirk nədən başlayıb? Balaca məsələlərdən. Məsələn, caizdir qəbristanlığı gedmək. Bəli, caizdir, şəri cəhətdən olan. Gedirsən, dua eləyirsən, öz dilində və axirəti yada salırsan. Şəriətdə bu cür qəbristanlığı gedmək olar qəbristanlığa. Lakin sonra nədə çevrildi? Müəyyən qəbirlər artıq ibadət məkanına çevrildi. Şir. Amma birinci caiz idi yəni. Şişdi. Necə ki Nuhun qövmü. Salih insanlar var idi. Salih insanlar. Allah Teala onlar barədə xəbər verir bizə. O salih insanları başladılar ziyarət eləməyə. Sonra başladılar artıq onlarla təvəssül eləməyə. Artıq dedilər, gəlin onların şəkillərini çəkək, heykəllərini deyə və s. və şirk belə yayıldı təzdən. Ona görə qardaşlar, bəzi rivayətlərə görə şirk Nuhdan sonra yayılıb. Nuhun qövmündən sonra demək olar. Və özünüz görürsünüz, şirkdə nə insanlar getdi. Məsələn, təvəssül. Hərdən səbəb olur, nə caiz olan bir məsələ, lakin şirdilir və azmaq səbəb olur. Məsələn, təvəssül, vasitə qoşmaq. Vasitə olar, Allah Teala deyir, mənə vasitənə yaxınlar. Lakin vasitə nə? Məsələn, namaz vasitədir, ibadət vasitədir. Allahın sifətlərinin adıyla yaxınlaşmaq vasitədir. Allahın adı ilə yaxınlaşmaq vasitədir. Dua elə vasitədir. Salih əməllər vasitədir. Lakin insanlar nə elədi sonra? Başladılar qəbirləri vasitə tutmağa. Pirlər çıxdı ortaya. Və pirlər də bilirsiniz də, pirlər, çoxsu pirlər, məsələn, adı pirdir. Amma məsələn, kənd yerlərində pirlərin çoxsu, sadəcə insanlar belə deyib ki, məsələn, ağac olub, ağac olmayandır, bir dənə ağac deyən meşədir, balaca yer. Biliblər ki, oranı dağıdacaqlar. Deyiblər, pirdir, hamı qorxub. Yəni, pirlərin çoxsunun səbəbi bu olub. Və ya məsələn, qızıl nəsə zad bastırıb kimsə, küp zad. Deyib, bura pirdir, heç kəs toxunmayıb. Qorxublar hamısı.
Bir də qurmaq, obyekt qurmaq çox rahatdır. Yəni belə dünyavi obyektlər qurmaq, məsələn, icazə almaq lazımdır. Nə vergi və sair, yanğın söndürənlər və sair, onun sənədin və sair. Axırlama indi obyekt açmaq üçün nə var ya, bir dənə saat bu ağacı götürüb bir dənə əski bağlayın. Sabah görürsünüz əskilən də oldu bura. Hə? Nəzir qutusu qurtardı. Obyekt işə düşdü. Naloq da yoxdur. Ona görə qardaşlar, yəni belə də ab-hava saat. Biz bunu yaşayırıq. Həmçinin firqələrə baxanda, məsələn, biz baxırıq murciyələrin zuhur eləməyə. Ən birinci balaca məsələlərdən başlayıblar. Allah Taala'yı ümidi şişirdiblər. Hətta o dərəcəyə çatıblar ki, deyiblər ki, əməl imandan deyil. İman gətirdin, qutardı, Allah səni bağışlayacaq. Təbii ki, belə fikirlər əks tərəf səbəb olur. Olmaqla, yaranmaqla. Əks tərəf murciyanın əksi nədir? Xavariclər. Xavariclər də deyiblər ki, murciyalə belə deyəndən sonra, murciyalə belə mövqeyinə görə, şişirdiblər, deyiblər ki, böyük günah sahibləri hamısı kafirdir. Böyük günah sahibləri hamısı kafirdir. Sonra Mu'təzillər gəlib, sonra başqaları gəlib. Həmçinin Allahın sifətləri var idi. Və sadəcə bir əsərə toxunmaq istəyirəm. Deməli, İbn Məsud radiyallahu anhu o hadisəsidir Kufədə. Əbu Musa Əşəri radiyallahu anhu deməli, gəlir məscidə Kufədə. Gəlir görür ki, halqa zikr edirlər. Musa Əşəri təəccüblənir, sahabidir. Gəlir İbn Məsudun evinə. İbn Məsuda deyir ki, ya İbn Məsud, mən məsciddə belə bir şey gördüm. İbn Məsud deyir ki, ne üçün inkar eləmədin? Deyir ki, mən sənə məsləhət eləmək istədim sonra. İbn Məsud deyir ki, gəlir məscidə. İbn Məsud onları deyir ki, hələn Peyğəmbər sallallahu aleyhi ve sellemin gedməyi ilə indiki vaxt çox az bir müddətdir. Siz şərə qapı açırsınız. Şərə qapı açırsınız. Ne inirdilər onlar? Onlar əslində zikr edirdilər. Zikr olar. Zikr olar. Lakin zikri başqa bir surət vermişdilər, şəkil vermişdilər zikrə. O tənqid olundu. Ne üçün? Necə? Halqa yığışmışdılar dəstə-dəstə. Və biri qışqırırdı, Subhanallah 100 dəfə. Onlar başlayırlar hər bir halqa, hər bir dəstə Subhanallah. Sonra 100 dəfə Elhamdülillah. Və sahabi gəlib təəccübləndi, dedi, bu nə? Biz eləməmişik belə. Peyğəmbər sallallahu aleyhi ve sellem bizə öyrətməyib belə. Və hətta gəlib ki, rivayətdə İbn Məsud onları daş vura çıxardır bayra məsciddən. Qovur məsciddən. Baxmayaraq zikr olar. Lakin bu üslubda düzgün deyildi. Ravi nə deyir? Bu əsəri rivayət edənlərdən biri. Deyir ki, xavariclərlə Əli döyüşəndə radiyallahu anhu, Ömər ibn Xattabın qaynatası. Deyir, Əli ibn Əbi Taliblə Nəhrivan döyüşündə olanda, o halqada olanları xavariclərin tərəfində gördük. Amma nədən başlamışdı? Zikirdən. Zikir olar. Lakin üslub düzgün deyildi. Üslub düzgün deyildi. Ona görə bəzən hələ balaca bir məsələlər olur. Sən fikir vermirsən, deyirsən işte nə olacaq? Yox, o balaca gedir sonra böyüyür. Böyüyür. Ona görə hər bir azmaq, hər bir zəlalətin səbəbi balaca məsələlərdən olur. Məsələn, götürün Mumeyyiləri, məsələn. Mumeyyiləri. Mumeyyilər elə bir həddə çatıblar ki, yəni fikir verməmək, hətta xavaricləri artıq, xavaric demirlər bəziləri. Yəni ifrata varıblar. Amma hər şey balaca məsələlərdən var. Ne üçün? Dedilər ki, kimdəsə problem var hakimiyyədə, o cüzü məsələdir. Ona fikir vermək lazım deyil. Və nəticədə nə səbəblər oldu? Mumeyyilərin müəyyən bir qısmı getdi qoşuldu xavariclərə. Xavaric oldular artıq.
və bəziləri müəyyən bir qismi oldu qaədə, gizlin. Gizlinlər qaədədir. Qaədə oturaq. Ona görə İbn Həcər deyir ki, qaədə xavaricləri ən xavariclərin firqələrinin içindən mundarıdır. Çünki özün başqa cür göstərir. Amma başqa fikirlərdir. Özün belə göstərir, amma olan məclislərində olanda bəzən görürsən ki, özü aralandı. Məsələn, görürsən ki, biraz qızışdandan sonra söhbət başqa istiqamət götürdü, hakimiyyətə qarşı. Narazılıq və s. Bu da yaxşı əlamət deyil. Biz ne üçün hər bir şey qabaqcadan deyirik, olmaz belə. Bəziləri ola bilirsin, təcrübəli gəlsin. Amma biz bilirik ki, bu aparıb yaxşı şey çıxartmayacaq səni. Yaxşı şey çıxartmayacaq. Çünki biz görürük, azmaq, azanların səbəbləri balaca bir məsələlərdən başlayır. Ona görə o məsələlərə ciddi olaq, diqqət eləyək, balaca məsələlərdən ehtiyatlı olaq. Ola bilər, görəndə qardaşımıza balaca bir məsələ var, məsələn, belə eləyir, dərhal ona nəsiyyət eləyək. Çünki götür, məsələn, ötü qardaşların şeylə var, Muaviyyədən narazıdırlar. Amma Muaviyyədən narazı olsan, radiyallahu anhudan, sahabi idi. Əli ibn Əbi Talib radiyallahu anhunun əmüşahları da olar, belə baxanda babalarının şərhə geçsək, nəsil şəcərəsinə, əmüşahları da olar. Muaviyyə Dülüzadan artıq başqa sahabələri qapı açır. Səhv hamısında olub. Səhv hamısında olub. Sadəcə Peyğəmbərlər məsumdur. Dəvətdə. Qaldı ki, sahabələr məsum deyil. Lakin qoşulsan Muaviyyə radiyallahu anh'ın söhbətinə sonra görürsən ki, həmən adamda artıq başqa fikirlər zuhur edir. Hakimiyyə və s. başqa məsələlər. Bəziləri bunu başa düşmür. Və ya bəziləri gəlib sənə artıq ilzam edir. Deyirsən ki, sən ne üçün Muaviyyə belə deyirsən? Deyir ki, Muaviyyə belə eləyib. Məsələn, Əli ibn Əbi Taliblə döyüşüb. Biz də bilirik ki, Muaviyyə səhv idi o məsələdə. Lakin o Muaviyyə çıxartmır sahabəliliyindən, o bidətçi olmur, təkfir olunmur o və s. Muaviyyə sahabidir. Peyğəmbər sallallahu aleyhi ve sellem vəhyi yazanlardan biri idi. Əgər sən hələ deyirsənsə, onda Sıffin döyüşündə, yəni Əli ibn Əbi Talib radiyallahu anh'la Muaviyyə radiyallahu anh arasında olan döyüşdə az sahabi var idi, bir 30'a yaxın, az ya çox. Həm Əli ibn Əbi Talib radiyallahu anh tərəfdən, həm Muaviyyə radiyallahu anh tərəfdən. Onda sən kim ki Muaviyyə radiyallahu anh tərəfdən idi sahabələr, ne ki Muaviyyə radiyallahu anh? Oradakı sahabələr hamısı tənqid eləməlisən. Orada artıq nə olur? Artıq sən keçirsən artıq dilin uzağı başqa sahabələrə. Sonra hələ düşsən Siffin, keçirsən Cəmələ, keçirsən ora, artıq qapı açıldı. Məsələ böyüyür. Əks halda sən ziddiyyatdasan. Sənə deyəcəklər ki, ne üçün bunu tənqilirsən, ola yox. Başladınsa getdik. Belə olur. Fikirlərsiniz, bu misaldır təbii ki, misal çəkirəm. Hər bir məsələ, hər bir azmaq, hər bir məsələ balaca məsələlərdən başlayır. Ona görə qardaşlar, balaca məsələlər olsa da fərqi yoxdur. Diqqətli olmaq lazımdır. Olmaz gedmək, olmaz qulaq asmaq. Ona görə sələflər bu məsələdə ciddidirlər. Oyaqdırlar. Fikir verirlər. Bu qədər qardaşlar. Çox danışmaq istəmirəm. Biraz deyəsən uzun oldu. Allah subhanahu teala bizə işli faydalardan etsin. Allah müsəlmanlara kömək olsun. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.